Allah Taala'nın yarattıkları bütün varlıqların arasında hər bir dəstənin özünün ən üstün məqamda olanı var. Allah Taala nəyi yaradıbsa, yaratdıqların arasında biri elə o dəstənin içərisində uca mərtəbədədir. Məsələn, insanlar. İnsanların arasında Allah Taala'nın yaratdığı ən üstün insanlar peyğəmbərlərdir. Allahın salamı olsun onlara. Peyğəmbərlərin arasında da ən üstün insan bizim İslam peyğəmbəri Resul-i Əkrəm sallallahu aleyhi və aleyhidir. Peyğəmbərlərin tacıdır. Əfzalul ənbiya, əşrəful ənbiya vəl mursəlin. Peyğəmbərlərin ən fəzilətlisi, ən şərəflisi, ən üstünü babası Adəm əleyhissalamdan ta özünə qədər ən üstün bizim əziz peyğəmbərimizdir. Allahın salamı olsun ona və əhl-i beytinə. Hər peyğəmbərin özündən sonra canişini olub, nümayəndəsi olub. Canişinlərin də arasında Seyyidül Vəsiyyin, ən üstün canişin ki, İsa peyğəmbərin, Musa peyğəmbərin, Allahın salamı olsun hər ikisinə və digər peyğəmbərlərin özündən sonra qoyduğu canişinlərin arasında ən üstün canişin nümayəndə olub. O da bu ayın şəhidi, Ramazan ayının şəhidi Ali ibn Əbi Talib əleyhissalamdır. Allah Taala'nın göndərdiyi kitablar arasında Suhuf, Zəbur, Tövrat, İncil və Qur'an, bunların arasında ən üstün kitab Qur'an-ı Kərimdir. Hamısı Ramazan ayında nazil olub. Hədis var ki, Tövratda, İncildə, Zəburda Ramazan ayında nazil olub. Amma bu ayda nazil olan elə Qur'an-ı Kərim bütün kitabların ən üstünüdür. Məkanların arasında ən üstün məkan, yer üzərində ilk torpağın çəkildiyi, Qur'an-ı Kərimdə Allah Taala'nın buyurduğu ilk tikilən ev üstündə Kəbə evinin torpağıdır. Allahın evidir. Ayların arasında, 12 ayın arasında ən üstün ay mübarək Ramazan ayıdır. Günlərin arasında Seyyidül Əyyam, ən üstün, ən fəzilətli gün cümə günüdür. Cüməni mühüm gün, əhəmiyyətli sayın qardaşlar. Cümə günü Qur'an əmr eləyir ki, ticarəti buraxın, insan nəyə bağlı olur? Alver ticarət. Ticarəti buraxın, cüməyə tələsin. Amma gecələrin arasında, ilin gecələrin arasında ən üstün gecə mübarək Qədr gecəsidir. Allah Teala Qur'an-ı Kərimdə Qədr surəsi nazil edib və həmin surədə buyurur ki, Leylətul Qadr xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan üstündür. 80 neçə illik bir ömür eləyir. Bir gecə. İmam Sadiq əleyhissalam, 6-cı imamımız, öz hikmətli kəlamında nəql edirlər, belə buyurur. Qalbu şəhri Ramazan, Leylətul Qadr. Ramazan ayının qəlbi, ürəyi Qədr gecəsidir. Alimlər bu hədisin izahında buyururlar ki, ürək deyəndə yadımıza nə düşür? Ürəyin insan bədənində rolu nədir? Filan kəs getdi rəhmətə. Ürəyi dayandı. Ürək vurursa, ürək hərəkət edirsə deməli insanda həyat var. Həyat Ramazan ayının canı, cövhəri, əsli, o həyat mənbəyi Qədr gecəsidir. Ona görə qardaşlar, bu Qədr gecəsi ki qabaqda gəlir, Qədr gecəsinə hazırlaşın. Həmin gecə Qur'an nazil olur. Həmin gecə mələklər nazil olur. Həmin gecə bizim bir illik müqəddəratımız, taleyimiz həll olur. Bəli. Həmin gecə tövbə, istiğfarla insan günahlarını Allaha sildirib, pak, tərtəmiz edib, bağışlatdıra bilər. Həmin gecə ibadət, bir gecə yaxşı ibadət elə, hal, əhval, ruhiyyə ilə, mənəvi, huzur qəlblə 1000 aydan üstün ibadətin savabı insana verərlər. Həmin gecə bərəkət var, sübh azanına qədər, matla'il fəcr, salam, xeyr, bərəkət var. Həmin gecəni Peyğəmbər və onun pak əhli beyti yatmazdı, Allahın salamı olsun onlara. Evdə yatanları da üzünə su vurub oyadardılar. Hətta buyururlar ki, gündüz deyərlər biraz yatın, istirahat eləyin, özünüzü axşama, əhya gecəsinə, Qədr gecəsinə hazırlayın. Yeməyi azaldın. İnsan çox yeyəndə
İnsan tənbəlləşir, süstləşir, oyaq qala bilmir, yux aparır. Deyə yeməyi azaldın, axşam yaxşı oyaq qala biləsiniz. Hədisdə də Peyğəmbərimizdən nəql olunur, Allahın salamı olsun ona və əhl-i beytinə, həqiqi məhrum olmuş, bədbəxt o adamdır ki, o gecənin xeyri bərəkətindən məhrum olsun. Biz bədbəxt kimə deyirik? Məhrum. Dükkanı yandı, nə bilim, nəsə alveri yaxşı getmədi, ticarət olmadı, maşını biraz avariyaya düşdü, avtoqəza keçirtdi. Bunlar dünyaya nisbətdə bəli, problemdir, bədbəxtçilikdir. Amma Peyğəmbərdən üstün şəxs yoxdur, ondan savadlı tanıdığımız şəxs yoxdur, Allahın salamı olsun ona və əhl-i beytinə. Buyurur ki, həqiqi bədbəxt, məhrum o adamdır ki, o gecənin xeyri bərəkətindən məhrum olar. İmam Sadiq əleyhissalam, 6-cı imam, imamdır, məhsum imamdır. Deyirlər, Qədr gecəsində xəstələnmişdi. Adətən xəstəyə biz nə deyirik? Sənə lazımdır, qal evdə. Allah evdə də səni eşidər. Sən yat, narahat olma, Allah səni belə də qəbul eləyər. Eşitmiş bu sözləri. Amma İmam Sadiq əleyhissalam xəstələnmişdi. Ramazan ayının 3-cü Qədr gecəsi çatanda öz xidmətçilərinə dəstur verdi, göstəriş verdi ki, onu aparsınlar məscidə. Xəstə halında sübhə qədər məscidə qaldı. Bu qədər mühümdür. Ayətullah Kəşmiri böyük ariflərdəndir. Allah ona rəhmət eləsin. Gözəl bir cümlə deyir. Bir dəfə həqiqətən dəyər ki, Ayətullah Kəşmirdən sizə danışım. Ayətullah Kəşmiri o adamdır ki, İmam Xümeyni hələ inqilabı qələbə çalmamış, şah rejimin yıxmamış, Nəcəfdə İmam Xümeyninin oğluna deyir ki, sənin atan qələbə çalacaq. Həmin vaxtı çox ayətullahlar, çox alimlər, başında əmmamalar deyir ki, sən, ay Seyyid Xümeyni, onların sözünü, ay Seyyid Ruhullah, neyəcəksən? Şahın topu var, tüfəngi var, tankı var, təyyarası var, dalında Amerika durub. Sənin nəyin var? Bizi kimi bir molla adamsan. Həmin o sözü deyəndə çoxları, amma İmam Xümeyni yolundan dönməyəndə Ayətullah Kəşmiri, İmam Xümeyninin oğlu Mustafa Xümeyni ki, şəhid olub özü də ona deyirmiş ki, atan qalib olacaq, şah rejimin devirəcək, İslam hakimiyyəti quracaq. Amma sənə bir xəbər də verim, sən o hakimiyyəti görməyəcəksən. Belə də oldu. İmam Xümeyninin özündən qabaq, inqilab olmamış, 79-cu ildən qabaq, oğlu şübhəli formada Nəcəf şəhərində şəhid oldu. Mustafa Xümeyni. Çox savadlı, alim və bilikli bir adam idi. Allahın rəhməti olsun bütün şəhidlərə və ona. Ayətullah Kəşmiri nə deyir? Mübarək Ramazan ayı haqqında buyurur ki, Qədr gecəsi elə bir gecədir ki, ona Ramazan ayının əvvəlindən gərək siz hədəfləyəsiniz. Ramazan ayı başlayandan hədəfin nə olsun? Bir nöqtə var, zirvə. Harada o? Əhya gecəsi, Qədr gecəsi. Bu qədər mühümdür. Niyə? Çünki buyurur Ayətullah Kəşmiri, Qədr gecəsi Ramazan ayının canıdır. Yaxşı, neyə? Həmin gecə nə ilə məşğul olaq? Oyaq qalaq, bunu bildik. Elə oturaq, oyaq qalaq, televizora baxaq, telefonu götürək, baxaq. Neyə? Bir neçə əməl var, deyirəm, inşallah söhbətimi yekunlaşdırıram. Mübarək Qədr gecəsində oyaq qalın, ibadət və itaatlə məşğul olmaq çox yaxşıdır. Məfatihül Cinan kitabı, Allah rəhmət eləsin, Şeyx Abbas Quminin kitabına müraciət eləyin. Məscidlərdə, Hüseyniyələrdə hər halda ruhanilər sizə deyərlər, həmin gecənin namazı var, duaları var, Quran başa qoymaq ibadəti var və ilə axır. Amma həmin gecə ən üstün əməl tövbədir, tövbə, istiğfar. Alimlərdən biridir ki, həmin gecə özünü silkələ. Bir il keçdi. Bir il keçdi. Bir ildə qabaqda həyat gözləyir səni. Əgər həmin gecə sənə həyat versələr. Bəlkə də yazıldı ki, dünyasını dəyişməlidir. Keçən Qədr gecələrində ruhu şad olsun. Ayətullah, şəhid Seyyid Əl-Xamneyi bizlə idi. Amma indi aramızda yoxdur. Amma şükür Allaha, qazandı. O həmin Qədr gecəsi ki, ölüm ona yazılmışdı, şəhadət yazıldı. Yataqda ölümə yazılmadı, şəhadət yazıldı. Ən şərəfli ölüm şəhadətlə Cəddi İmam Hüseyn kimi, Həzrət Əleyhisselam kimi Ramazan ayında oruc halda Allahın görüşünə getdi, qonaq oldu. Əgər ölümdə yazılarsa, həmin gecə ən şərəfli ölümü Allahdan almaq lazımdır. Özünü silkələ Ramazan ayının əhya gecəsində. Dünya işlərini qoy kənara, alimlər buyurur. Və elə Ayətullah Seyyid Əli Xamneyi ağanın
sağlığında Qədr gecəsi ilə bağlı dediyi bir cümləni deyim. Ruhu şad olsun, bizlərə duası olsun. Buyurur ki, bu ayın dualarında dəfələrlə təkrar olunan dualardan biri də budur ki, Allahdan məğfirət istəyin, bağışlanmaq istəyin. Bu məğfirət ayıdır. Yəni Allahdan üzr istəyin, üzr istəmək ayıdır. Boynuvu al da, la ilahe illa ent, subhanəkə, inni kuntu minəz zalimin. Mənəm zalim, mən nə eləmişəm, özüm eləmişəm. Nə Allahda səhv axtar, nə başqasında səhv axtar. Nə səhv var özümdəndir. Yəni üzr istəmək ayıdır. Bir çox işlərimizdə etdiklərimiz və etmədiklərimizə görə Allahdan üzr istəyək. Çox şey eləyə bilərdim, eləmədim, vəzifəmi yerinə yetirmədim. Allah bağışla məni. Çox şey gərək eləməyəydim, elədim, bağışla məni. Sonra ağa buyurur, cümləyə bax. Ramazan ayının qədrini bilək. Tarix boyunca minlərlə Ramazan ayı gəlib və gedibdir. Minlərlə Ramazan ayı da gələcəkdir və gedəcəkdir. Mən və siz o ayda daha olmayacağıq. Ruhu şad olsun. Sonra ağa deyir son cümləsində. Öz Allahımızla sadiqanə qərar qoyaq ki, doğru və səhih, düzgün olduğuna inandığımız bu yolda qətiyyətlə yorulmaq hiss etmədən hərəkət eləyək. Dayanma. Naumid olma. Hərəkət elə. Tövbə, istiğfar. Allahdan bağışlanmaq istə həmin gecə. Özünü bağışlatdır Allaha. 2. Həmin gecə çoxlu dua eləmək lazımdır. Dua. Allahın rəhmət qapıları açıqdır Ramazan ayında. Dua qapıları açıqdır. Eşitmisiniz? İndi Qədr gecəsində qapılar, necə deyərlər, lay-bala yüzümüzə açıqdır. Amma dua eləməmişdən qabaq bizə deyiblər ki, özünüzdən qabaq əvvəl başqalarına dua eləyin. Duanın qəbul olunmasının yollarından biri budur. Əvvəl ilahə, mənim mömin qardaşıma da ver. Mənim qonşuma da ver. Fatimə-i Zəhra salamullah əleyhə necə dua eləyirdi anamız. İmam Həsən İslam dedi, gördüm, anam qonşuları saydı. Dedim, bəs biz? Dedi, əvvəl qonşular, sonra biz. Hazırsan Qədr gecəsinə, qoy deyim. Hətta düşmənlərin üçün dua elə. Həff elə, bağışla, halal elə. Dünya bilinmir sabahına var. Başımızı qoyub gedərik. Sadə şeylərsə küsməyə dəyməz. Ayətullah Müctəhidi Tehrani, ariflərdən idi. Qədr gecəsində buyurur, Qədr gecəsində birinci duan sənə pisliyi eləyən adam barəsində olsun. Allah görsün ki, bu bəndə hələ görüm keçə bilir. Mənə deyir, keç məndən, ha? Görün, bu özü keçə bilir. Məndən deyir, bağışla, bu özü bağışlaya bilir. Məndən rəhm istəyir, özü rəhm eləyə bilir. Yox, hələ də Quran qoyur başına. O Quranda Allah deyir, keç, bağışla. Amma qəlbində saxlayıb intiqam alacaq. Əlbəttə ki, dedi bundan qabaq. Din düşməni yox. Xalqın, millətin, İslamın düşmənlərini yox. Haşa, İmam Səccad əleyhissalam nə deyirdi Ramazan ayının duasında, başlayanda? Sənin yolunda olan düşmənlər ki var, cinayətçi, Tramplar kimi, onları biz bağışlamarıq, keçmərik. Allah rəhmət eləsin Ayətullah Behçətə. Onunla da bir sözlüyüm, söhbətimi yekunlaşdırdım. Nəql eləyirlər oğlundan. Oğlundan soruşurlar ki, sizin atanız Qədr gecəsi nə dua eləyərdi? Seyid, çox dəhşətli sözdür. Ayətullah Behçətin oğlundan soruşurlar ki, atan, o pak, təmiz, arif, Ayətullah Behçət Qədr gecəsi nə dua eləyərdi? Cavab verir ki, atam Ayətullahül Üzma Behçət, rəhmətullah aleyh, Qədr gecəsində belə deyərdi. Xudaya, pərverdigara, Çində, bəli, səhv eşitməz, Çində 1 milyarddan çox insan yaşayır. Onlara İslam bəxş elə. Bu İslamın düşüncəsidir. Özünü düşünmə. İslam yaxşıdır, paşlıq yaxşıdır, mənəviyyat yaxşıdır, Allahın qapısına getmək yaxşıdır. Niyə o Çinli getməsin? İndi Çinli üçün istəyən duanı mən mənim mömin qardaşım üçün niyə istəməliyim? Niyə mən öz ruhani qardaşım üçün istəməməliyəm? Niyə mən öz qonşum üçün, qohumum üçün istəməməliyəm? Görün nə qədər onun İmam Zaman düşünür. İmam Zaman əleyhissalam gələndə bütün dünyada ədaləti, haqqı bərpa eləmək üçün gəlir. Təkcə müsəlmanlar üçün gəlmir ki. O Çinlinin də həqiqi İslamdan tanışdığı İmam Zaman ağa gələndə olacaq. Bəli, qardaş. Ona görə də çalışın, başqalarına dua edin. Ayətullah Üzümə Behçət bir dənə də gözəl cümlə deyir.
Həmin gecə biz başımıza Quran qoyacağıq, düzdür? Hamı çalışır. Cibində Quran, hazır Quranla gəlir. O şübhələrə, suallara, şəklərə də inanmayın. Ay nə bilim Quran başa qoydu falan, onları boş verin. Bu sözləri deyənlər bəllidir kimlərdir. O Quran başa qoymaq ki var, Allaha and verəcək. Sonra 14 məsumə Ayətullah Behçət ağamız buyurur ki, Qədr gecəsi başa Quran qoymaq yaxşıdır. Amma şərti budur ki, Qədr gecəsindən sonra sonraki gecələrdə Quranı ayağın altına qoymayasan. Biz Quranı ayaq altına qoymuruq, əstəğfirullah. Quranın hökmlərini ayaq altına qoymayasan. Müsəlmanlar Quranın sözünə qulaq assaydı, bugün belə olmazdı. Həmin gecə həm də dediyim kimi əməllərimiz İmam Zaman ağaya təqdim olunur. Bir illik müqəddaratımız nə yazılacaqsa imzanı kimi qoyur? 12-ci imamımız. Peyğəmbərin zamanında Allahın salamı olsun ona və əhli beytinə mələklər nazil olurdu. Peyğəmbər imzanı atırdı. Sonra Həzrət Əli, sonra digər imamlarımız bizim zamanımızda Qədr gecəsi bizim üçün təyin olunan taleyimiz ki var, yaxşı, pis əməllərimizə əlbəttə uyğun, sonda onun imza qoyub möhür vuranı kim olacaq? Bizim İmam Zaman ağadır əleyhissalam. Həmin gecə ağaya təvəssül edin. Ağanın zuhurunu istəyin, yalvaraq, o qədər yalvaraq, səsimiz ərşə ucalsın. Mələklər təəccüb eləsin ki, bunlar İmam Zaman istəyir. Bunlar nicat tapma istəyir. Bunlar beziblər zalimlardan. Bunlar istəmirlər kölə olsunlar. Bunlar həqiqi insan kimi, müsəlman kimi yaşamaq istəyirlər. Amerikan köləsi olmaq istəmirlər. Ağa, gəl. Əgər biz hazır olsaq, bir an belə onların zuhuru gecikməz. Ona görə də həmin gecə bu məsələ diqqət edin. Kimsə şəkk eləsə qısa deyim. İmamlardan nəql olunur. Qədr surəsi ilə bizi qəbul eləməyənlərlə ehticaz edin. Dəlil sübutu Qədr surəsindən gətirin. Necə? Tənəzzəlül mələikətü və ruh fiha bi izni rabbihim min kulli əmr. Mələklər nazil olur. Kimə nazil olur? Üzr istəyirəm. Məcburam deməyə. Deyirlər bəzi müsəlmanlar, vahabilər, sələflər, əmr sahibi zamanımızın imamları, hakimlərdir, rəhbərlərdir, dövlət başçılarıdır. Saudiyada olan kral Epestin adasında 1000 cür cinayət törədib, Epestinlə də rəsmi şəkilləri var. Adanın üzvü olub, mələklər ona nazil olur. Epestin adasına gedənlərə mələk nazil olar. Kəbə evinin parçasını veriblər, ən müqəddəs hazların əl verib toxunduğu, üzü qibləyə qaldığımız indi namazda da üzü qibləyə qalacaq, milyonlarla hacların əlinin sürtdüyü Quran ayəsi yazıldığı pərdəni ki, yeganə ancaq kralın ixtiyarındadır, o pərdəni hər il dəyişir. Dediklərinə görə parçalayırlar, müsəlman ölkəsinə təbərrük kimi bir tikəsin göndərirlər. Epestin müsəlman idi, üzr istəyirəm, üzdən üraq, uşaqbaz, adam əti yiyən, xalça kimi evində döşəyib. Buna niyə cavab vermirsiniz? Niyə susursunuz? İmam Zaman əleyhissalama pak, təmiz insan olmalıdır. Həmin gecə imamlarımız deyir ki, mələklərin nazil olmağı göstərin. Kimə nazil olur? Mələk mənə nazil olur. Mənim ləyaqətim yoxdur. Kimin ləyaqəti var desin ki, mən pak, təmiz insanam. Pak, təmiz olan mələk mənə nazil olur. Varmı belə bir kişi? Peyğəmbər balası İmam Zaman ağadan başqa əleyhissalam. Yoxsa gedib cinayətkar rəhbərlərə hələ sorğu-sual olunmasız ki, bizim haqqımızdır gərək soruşaq. Kərbəlanı soruşmuruq. Kərbala bizimdir. Kərbəlanı da müdafiə eləməyin. Məşhədi müdafiə eləməyin. Allahın evi Kəbəni, üzü qibləyə qaldığınız Kəbənin, onun pərdəsini müdafiə edin ki, mənim Allah evi adlandırdığım Kəbə evinin parçası hansı ölkə başçısı tərəfindən göndərilib tərbiyəsiz, əxlaqsız insanlara? Həmin gecə İmam Zaman ağa bizim taleyimizi möhür vuracaq. Allahın verək Peyğəmbər və onun pak əhli beytinə. Allahın verək Kərbala şəhidlərinə. Allah Taala bizlərə həmin gecə oyaq qalan, həqiqi Qədr gecəsi saxlayan, duası qəbul olan, günahı bağışlanan bəndələrdən qərar versin.